Mövzumuz HTML nişanlama dilidir. HTML nişanlama dili deyirik, düzdürmü? Mənası da onsuz da Hypertext Markup Language deməkdir. HTML uşaqlar, birinci HTML ilə bağlı bilməli olduğumuz nədir? HTML bir proqramlaşdırma dili deyil. Və yaxud da belə deyək, HTML hansısa bir proqram deyil ümumiyyətlə. Belə deyək ki, bu dil web sənədləri təsvir etmək üçün nəzərdə tutulmuş nişanlamadır. Nişanlama üsuludur. Daha doğrusu. Dedik ki, nədir? Hipermətnləri nişanlamaq üçündür. Hipermətnləri nişanlamaq üçündür. Bunları hər hansı bir notepad proqramında, Word-da, OpenOffice-da və yaza bilərsiniz və yaxud da Python kimi, Java kimi hər hansı bir proqramlaşdırma dilində də yaza bilərsiniz. Web səhifə yaratmaq üçün, yəni bizim əsas məqsədimiz nədir? Web səhifə üçün. Web səhifə yaratmaq üçün, təsvir etmək üçün onları bir növ belə deyək, necə ki kodlaşdırma dilində kod yazırıq ki, kompüter bunu başa düşsün, işləsin. Bir növ nişanlayırıq ki, kompüter bu üsulla başa düşsün. HTML dilində sadəcə olaraq Notepad-da və s. yazırıqsa, bilməli ki, onu həmin HTML-in öz uzantısı ilə yadda saxlamalıyıq. Yəni, onun öz fayl genişlənməsi ilə yadda saxlamalıyıq. Bu da HTML və yaxud da HTML-dir. İki fayl genişlənməsindən biridir. Yəni, faylı formada yaddaşda saxlamalıyıq ki, biz yadda qalsın. İndi uşaqlar, gəlin, belə deyək, baxaq görək necə başlamalıdır. Öncəliklə bizim bütün sənədlərimiz doctype ilə başlayır. Bunun böyük, balaca yazılmanın fərqi yoxdur, bir fərqi yoxdur. Baxın, bu gördüyünüz işarə nədir? Bu işarə teqlərdir də, yəni teq daha doğrusu deyil də, hansı ki teqlər bunun içərisində yazılacaq. Bizim nə demək istədiyimiz strukturumuz bunun içində qurulacaq. Buna belə deyək də, açan künc mötərizə və yaxud da bağlayan künc mötərizə işarəsi də deyirlər. Yəni, əks olunma qaydası bu işarələr içərisində olacaq. Bu bizim üçün bir növ məsafəni də bildirəcək həm də. Deyək ki, necə? Bunun bir bu forması var, yəni teq açılacaq belə. Bir də bu formasını görəsiniz ki, önündə drop işarəsi olacaq, eyni teqin. Bu da olacaq belə. Bu da olacaq bağlanışı. Deməli, açılışı, açılış hissəsi və olacaq bağlanış hissəsi. Uşaqlar, bu açılış bağlanış nə deməkdir? Məsəl üçün, biz bu rol oynayacaq da, məsəl üçün, birdən bir interval bildirir də bizə, düzdürmü? Nə deyir? Birdən 15-ə qədər. Düzdür? Birdən 15-ə qədər intervalda olsun, baş versin. Bu teqlərdə bir növ onu edəcək. Yəni, məsəl üçün, mən bir mətin yazmışam. Nümunə üçün yazılmış mətn. Nümunə üçün yazılmış mətn. Düzdür? Bu mətni yazdığımız zaman fikirləşəcəyik ki, tutalım ki, istəyirəm ki, mənim bu hissəmin altından xətt çəkilsin. Bu zaman mən nə etməliyəm? Mətn necə bilsin ki, hamısının altından xətt çəkim, yoxsa hara qədər çəkim? Altdan xətt çəkmə işarəsi U-dur, U teqidir. U teqini burada açaram. Bir də U teqini burada bağlayaram. U teqini burada bağlayaram. Artıq mənim bu hissəmi başa düşəcək ki, bu hissənin altından xətt çək. Yəni, bu hissə ekranda əks olunan zaman nümunə sözünün altından xətt çəkəcək. Aydındır, niyə?
bağlanış işarəsinin olduğu. Bəzi teqlərin ona görə də bağlanışa ehtiyacı olmur. Məsələn, mən bir şəkil atıramsa səhifəyə, hansısa bir şəkil əlavə edirəm. Bundan ötürü image teqindən istifadə edirəm. Önündə atributlar olacaq, onu gələn dərs keçəcəyik. Artıq mən bir dənə şəkil əlavə edirəm də, olduğu yerə, bunu teqi qoyduğum yerə, bunu əlavə edirəmsə, mənə nə lazımdır ki, bunun harda bitdiyini demək? Zaten bir dənə şəkil əlavə eləyir. Deməli, ona görə də bu teqin bağlanışına ehtiyacı olmayacaq. Amma hansılar ki, mənə interval göstərir buradan, buradan, buraya qədər. Buradan buraya qədər deyirsə, mənə artıq nə lazımdır? Bir teqimin qapanışı lazımdır ki, o məsafəni mənə bildirsin. Birazdan nümunələrdən daha yaxşı görəcəyik. Daha sonra, deməli, bir HTML teqin dedik nəyindən başlayırıq? Doctype yazısı ilə başlayırıq. Doctype ilə başladıq. Nida. Aha. Bunu nəyə görə elədik? Çünki axı biz dedik ki, hansısa başqa proqramda yazırıq. HTML-in özünə məxsus proqramı yoxdur axı. Ona görə də bizim sənədimiz, məsələn, bunu Notepad-də yazırıqsa, Notepad proqramı bilsin ki, mən bu sənədi yazmaqda məqsədim bunu HTML formatında yazmaqdır. Tanıdıram ki, mən hal-hazırda bir nişanlama dilindən istifadə edirəm. Bu formada başladım. Daha sonra HTML teqini yazırıq. HTML. 2 saniye üzrü sayın. 1 saniye üzrü sayın. HTML olur. Bir de en sonda bu HTML sənədin sonunda bağlanır. Bu belə. İndi baxaq. Bir dənə bizim hid hissəmiz olacaq. Baş hissəmiz. Bir dənə də olacaq body hissəmiz. İndi baxaq görə bu başlıq hissədə nə verilir, body hissədə nə verilir. Başlıq hissə ona deyilir ki, burada sizin, belə deyək də, məsəl üçün bir insanı necə görə bilərsən? Bir informasiya, insan haqqında informasiyanı necə toplaya bilərsən? Ya şəxsiyyət vəsiqəsinə və yaxud da diplomuna və s. baxarsan, bunun haqqında strukturları bilərsən, düzdür? Və yaxud da özünü birbaşa görərsən, artıq fiziki forması və yaxud da danışığı necədir və s. bunlar haqqında məlumat almış olarsan. Elə bilin ki, hid hissəsi, yəni baş hissəsi, sizin sənədiniz haqqında informasiyaları saxlayacaq özündə. Body hissəsində isə siz artıq sənədinizin səhifədə necə görsənəcəyi olacaq. Yəni sizin hazırladığınız web səhifənin ana səhifəsi olacaq. Görünüş səhifəsi necə olacaq. Hid hissəsində adətən metalar olur. Başqa şeylər də qoydur. O qədər də dərindən düşmür bu orta məktəb proqramında. Meta teqindən istifadə olunur və yaxud da title teqindən istifadə olunur və yaxud da link teqindən istifadə olunur. İndi mən sizə göstərəcəm ki, burada məsələ nədir. Məsəl üçün yazaq ki, Azərbaycan, nə yazdım? Azərbaycan Respublikası təhsil məsəl üçün. Görürsünüz. Baxın, bizim bodydə etdiklərimiz səhifənin axtarışda necə informasiyalar göstərməsi ilə bağlıdır. Aydındır.
Hid hissəsində etdiklərimiz, düz dedim, body demiş olaram birdən. Hid hissəsində etdiklərimiz burada nə görsənsin bunlardır. Yəni məsələn, bax bu göy yazının yazılışı üçün biz burada description hissəsindən istifadə edirik. Yazırıq name, description. Yəni description-da belə yazılsın axtaranda. Bu formada yazırıq. Və yaxud da hansısa bir müəllifin göstərilməsini istəyirsə bu cür yazırıq və s. Yəni bunu işləmək lazımdır. Belələri var, daha az qoyurlar, baxın, formada. Yəni bu hissədə nə görünəcəyini deyirik. Burada bizdə necə informasiya olsun. Daha sonra meta tagindən keywordslər verilir. Keywordslər nədir? Məsəl üçün, mən Təhsil Nazirliyini axtarmaq istəyirəmsə, hansı sözlər yazanda gəlsin? Sanki yazdım ki, Azərbaycan Respublikası Təhsil Naziri. Məsələn, bütöv elm və təhsil naziri yazanda və yaxud da başqa bir şey deyək, məsəl üçün. Nə yazaq? Yazaq ki, ağ balina. Ağ balina var, heç bilmirəm. Məsəl üçün, ağ balina. Düzdür? Mənim məlumatımın içində, yəni, balina keçən nələrsə gəlsin. Uşaqlar, keywords yazmasaq necə olar? Məsəl üçün, tutalım ki, mən yazmışam ki, bir mətn hazırlamışam. Və bu mətndə yazmışam ki, bu mətnin içində ağ balina diyez işarəsi ilə, yəni. Bir saniyə. Siz görürsünüz də yəqin ki, ekranı düzdür. Ekran görsəniz uşaqlar. Uşaqlar, mənim səsim gəlmir sizə. Görsənir mənim, görsənir. Hə. Məsələn, yazıram balina. Yazıram tam ki, ağ balina. Və yaxud da yazıram ki, su canlıları. Böyük heyvanlar, nə bilim, böyük heyvan. Məsəl üçün də ağlıma bunlar gəldi. Bir təqlər yazıram, hashtaglar qoyuram. Bir başqası isə heç nə yazmır. Sırf yəni ağ balina üzrə bir məqalə qoyur. Əvvəl mənim hashtagım olan məqalələr çıxacaq axtarışda, searchdə, sonra onlar çıxacaq. Başa düşdünüz? Yəni birinci hashtag olanlar ki, sırf bu balina üçündür. Bəli, hashtagi budur çünki. Amma o birisində bəlkə də balina sözü təsadüfən keçibdir. Məsəl üçün, pişiyinə balina adı qoydum yazıb, məsələn. Balinadan heç söhbət getmir. Yəni o içərisində balina sözü olanlar sonradan gələcək. Nəinki hashtagi balina olanlar. Başa düşdünüz? İndi title hissəsinə gələk, görək title nədir? Title-da qoyulanlar nəyi təyin edir? Uşaqlar, bir saniyə gözləyin. Bizim uşaqlar evi dağıdırlar. Mən bir dənə onları sakitləşdirim. Bir saniyə gəldim. Gəldim, üzrüsən. Bugün onlara baxan yoxdur deyə. Aha. Dedik necə olur? Hashtaglə olanlar gəlir. Belə dedik. Aha. Hə, title hissə. Yəni bu saytdadır. Normalda bu hissədə gəlməlidir. Bunlar da qoymayıblar.
Olsun ki, mən gəlsin. Bax, bu hissədə yazılan yazı olmalıdır əslində. Bu yuxarı hissəsində yazılır. Niyə gəlmədi bilmirəm. Yuxarı hissədə yazılan yazı olmalıdır əslində. Nəysə, gəlmədi. Səhifənin bu ön hissəsində. Bax, məsələn, qoyun burada göstərəcəm. Bax, burada gələn yazı olur, bu hissə. Bu hissə olur onun titulu. Linkdə, yəni hansı linklə keçid olunsun, onları qoymaq üçün və yaxud da linkdə hansı şəkillər görsənsin, hansı ikonlar görsənsin, onun üçündür. Body hissəsi isə bildiyimiz səhifəni görmək üçün istifadə olunur. Yəni normal bir səhifəyə girəndə nə qəribə belə tapşırıqlar gəlir. Nədir, gəldik, təxmini bir şeyə gəldik. Fermer registr. Məsələn, bu səhifə necə görsənsin, odur. Bir səhifəyə gəldik, çıxdı. Belə. İndi keçək. Bizim yəni əsas görəcəyimiz işlər body'də olan hissələrimiz olacaq. Body qismi ilə bağlı olacaq. İndi biz birincisi öyrənməliyik ki, bizim ölçülərimiz neçə formada olur. Yəni hansı ki Word-də və s. ölçü seçirik. Eyni ölçülər burada da istifadə olunmuş. Ölçülərimiz 6 ölçüdə olur. Və H6. Bu ölçülərimiz var, uşaqlar. Burada tərs mütənasib kimi fikirləşin. Ən böyük ölçü H1-dir, yəni rəqəmi kiçik olan. Ən kiçik ölçü H6-dır. H1-dən H6-ya qədər ölçülərdə əks olunmuş. Sizə belə göstərim də mən. Gəl. Ölçdüyüm. Göstər. Baxın. Ama o ki göstərmir. Niyə belə edir ki? Bilmir, bilməm. Üçlərim tərs gedilməsin. Görürsünüz hansı ölçülərdə. Burada tam ölçüsünü görə bilirsiniz. Bunu yazsam, yəni bu dəqiqlikdə göstərən mən. H1 ilə qoyulan ən böyük ölçü budur. H2, H3, H4, H5, H6-nın görsənmə ölçüləri. Yəni böyükdən balacaya doğru fərq yaradır. Şimdi H6 burada hələ böyük göstəribdir. H6 normalda daha kiçik olur. Bu formala olur. Daha xırda yazılır. Aha. İndi keçək. Daha sonrası. Daha sonra bizim Word-də yazdığımız işarələr. Qalın yazmaq üçün nədən istifadə edirik şagirdlər? Qalın. Ctrl B. Bəli. B ilə yazılanlar qalın olacaq. Bold olacaq yəni. Bir də var strong. Eyni formada stroke-la yazılanlar da qalın yazılacaq. Hər ikisi qalın yazır. Daha sonra. İ nə idi? İtalik, kursivlə yəni. Bəli, bəli. İ və M olacaq burada. Hər ikisi kursivlə yazılmış olacaq. Bu isə olacaq underline.
Altdan xətt çəkmək üçün olacaq. İstifadə olacaq. Gəlin elə vaxt itirməyək. Bunun nümunələrinə də burada baxaq. Hı? Hı. Example. Bu formada yazırıq. İ italik görürsünüz. İtalik formada yazır. B bold yazdım qalın gətirəcək. E yenə italik formada yazacaq. Strong yenə qalın formada yazacaq. Bu del falan bizə lazım deyil. İşimizə yaramır bunlar. Bundan əlavə olaraq bizə nə lazım olacaq? Bilməli olduqlarımızdan biri. HRTG. HRTG nədir uşaqlar? Bizə nə işə yarayacaq? Baxın, bu xətti görürsünüz, horizontal xəttidir, elə bil ki. Görürsünüz, bu xətti qoyacaq bizdə, uzun xətti qoyacaq. İndi uşaqlar, gəlin belə yanaşaq məsələyə. HRTG-in etdiyiniz zaman, yazdığınız zaman, olduğu yerdə, həmin yerdə bir dənə uzun xətt salır, düzdür, üfüqi xətt salır. Bu zaman HRTG-nin sizcə qapanışa ehtiyacı var, yoxsa yox? Qapanan tekdir, yoxsa qapanışa ehtiyacı yoxdur? Məncə Məntiqlə nə yoxdur. istəyəcəksiniz? Hı? Məncə Yoxdur. yoxdur. Yoxdur, Hayır. düzdür. Çünki niyə? Bir sətri xətt salır. Bunun başlama bitmə nöqtəsi yoxdur. Harda yazmısansa, orada bir sətri xətt göstərəcək olduğu yerdə oxunanda. Yəni bir qapanışa ehtiyacı olmayan teqlərdən biridir HRTG. Aydındır. Yenə baxaq. Baxın, görürsünüz. HTML ilə başlayıb, body hissəsidir. H1 ilə ölçü qoyubdur ki, H1-dən olsun. Sonra deyir ki, this is the paragraf 1. Baxın, P yazıbdır. This is the paragraf 1. HR in HTML bunu verdi. H1 ölçüdə, daha böyük ölçüdə verdi. Sonra adi ölçü ilə, standart ölçü ilə yazdı ki, this is the paragraf 1. Çap olunumuz this is the paragraf 1. Sonra HR verdi. HR xətt gəldi yerinə. Daha sonra bir dənə də paragraf açdı. Sizə paragraf 2. Yəni buna da bir xüsusi ölçü qoymadı. Gəldi burası sizə paragraf 2 gəldi. Və salam bitdi. Aydındır. Bu qədər. Body'ni bağladı, HTML-i bağladı, bitirdi. İndi deməli bizim burada əsas suallarımız nədə düşür? Bir neçə işlərimiz var. Onlara baxaq. Bu işin daha asandır. Bu da asandır. Yəni narahat olun. Biz sizlə uşaqlar Word keçəndə bir dənə təzə Word açım sizə göstərim. Bir saniyə. Bir Word açaq. Göstərək. Siyahı formalarını demişdim sizə. Yanınıza düşür. Bu siyahı nə idi bizdə? Hı? Və yaxud da bu siyahı. Bu siyahı necə siyahı idi bizdə uşaqlar? Yanınızdadır. Yanınızdan çıxıb, məsəl üçün yazıram ki, bu siyahımız qeyd etdim. Yazıram. Avtomatik nömrələr görürsünüz. Necə bir siyahı oldu bizim üçün bu? Nömrələnmiş siyahı oldu. Düzdür? Yəni də bunu işarələyək, belə edək. Gördünüz, indi nə oldu?
İndi necə siyahı oldu uşaqlar? İndi oldu işarələnmiş siyahı. Düzdür? Doğrudur. Gəlin baxaq. Deyək ki, bizim əgər siyahı növlərimiz bu formadadırsa, 1, 2, 3 bu formada gəlirsə, məsəl üçün, belə bir siyahımız var. Bir dənə də belə bir siyahımız var. Məsəl üçün, bir yerdə hansısa bir şirkətdir. Buradakı işçilər tam ki, yaş sıralamasına görə düzülüblər. Biz tapmaq istəyirik ki, tutalım ki, və yaxud da hansısa yarışmaya görə balları var. Məsələn. Biz tapmaq istəyirik ki, 100-cü yerdəki kimdir? 100-cü yerdə hansını daha tez taparıq? Birinci siyahını mı, yoxsa ikinci siyahını mı? Birinci siyahı. Bəli, birinci siyahını tez taparıq. Çünki birinci siyahda nömrəyə baxarıq ki, 100. Burada isə bir-bir saymaqdır. 1, 2, 3, 4 ki, 100-cü kimdir? O zaman hansı siyahı nizamlanmış siyahı sayılar? Hı? Birinci siyahı mı nizamlı sayılar, ikinci siyahı? Bir. Bəli. Nömrə Bu nə olur olur? o zaman nizamlanmış siyahı. Bu isə olur nişanlanmış siyahı. Nişanlanmış siyahı. Yəni bu nə olur? Nömrəli siyahı nömrələnmiş. Aşağı verin. Bu isə olur nə? Nömrələnməmiş siyahı. İndi bunu ingiliscəsinə də baxaq. Ordinary list. Necə oldu? Ordinary. 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 List. Və yaxud da olur nə? Ordinary. İşte bunun yazılışına bakın. Yazılış yazmıştı. Ordinary hiç yoktu burada. Kitabda yazmayayım. Sadece yazılır. Olsun da təxmini bilirsiniz nədir? Unordinary list. Yəni nömrələnmiş, an isə inkardır, nömrələnməmiş siyahı. Belə olacaq. İndi bu siyahıları hazırlamaq üçün OLTG-dən istifadə olunur. Bir də ULTG-dən istifadə olunur. Ordinary, unordinary listlər. İndi mən deyirəm ki, bunu bir siyah halına gətirsin. Məsəl üçün, bunları bir siyah halına gətirsin, düzdür? İndi bunları siyah halına gətirmək üçün burada yazıram ki, oil olsun. Burada yazıram ki, oil bağlansın, düzdür? Bu nə biləcək ki, mənim siyahımı belə qoymalıdır? Yoxsa belə eləməlidir? 1, 2, 3, 4, 5, 6. Vəh gəlməlidir bu siyahıya HTML-lə. Necə başa düşməlidir bunu? Süni intellekti bu öz-özündən ayırt eləsin ki, biri soyaddır, biri nədir? Uşaqlar, olmur, düzdürmü? Deməli, sən buna tək-tək elementlər də bildirməlisən ki, element də harada? Element də harada başlayıb, harada bitməlidir. Deməli, bu elementin başlayıb bitməsində li ilə bildiririk. L-I
El-i. 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 Aydındır niye olduğu, ne için olduğu. Yani bunu normalda işte belə o eldir, elementi el idi. Belə deyib də gedə bilərəm. Amma istəyirəm ki, başa düşəsiniz ki, struktur necə işləyir. Öyrənilən şey unudulmur, əzbərlənən şey isə unudulur. Bu siyahı deməli necə oldu? 1. Bayramzadə Nuray, 2. Əlizadə Vəli, 3. Neydi? Səmədov, Alim. Ha, belə oldu. Burada bir dənə o eli elə bilin ki, o eli o el etsək, bu belə olacaq. Bayramzadə, Əli mən də açmıram da bildiniz. Nuray nəsə. Əlizadə, Vəli, Səmədova, nəysə, belə oldu. Bildiniz də necə? Yəni bunu önündə işarəli olan bir siyahıya çevirəcək. Bu belə. Ha, bu işarə məsəl üçün deyə bilərsiniz, müəllim, başqa cür olar. Hə, orada göstərməlisiniz. O da sizin proqramınızda yoxdur. Amma məsələn, HTML istifadəçisi olsanız, siz orada göstərsiniz. Məsələn, mən square istəyirəm. Yəni önündə məsəl üçün kvadrat forması olsun. Və yaxud da nəm star formasında istəyirəm və s. Siz bunu dəyişə bilərsiniz. Amma susmaya görə, əgər birincidirsə, belə olacaq. Bunun daxilində olacaqsa, yəni listin də içində list düzəldə bilərsiniz. Məsəl üçün, o ellə başlayarsınız, o elin içində o el açarsınız. O elin içində o el açarsınız, o elin içində bir dənə lap o el açada bilərsiniz. O el açarsınız, hə, o zaman nömrəli olar, sonraki içindəki belə olar, bunun da içindəki belə olacaq. Ki, boş yumru formada olacaq susmaya görə. Yəni, zavatskoyda belə deyək, olacaq. Üçüncü bir siyahı növümüz, bunların hamısını göstərəcəm indi sizə nümunələrin. DL olacaq. DL. DL nədir? Description. Description list olacaq. Yəni, bu nə olur? İzahlı siyahı. İzahlı siyahı və yaxud da təyinatlı deyirlər buna. Təyinatlı siyahı. Bu siyahı forması nə üçündür? Məsəl üçün, xəbərləri açırsınız, deyir ki, tam ki, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri, məsəl üçün, İlham Əliyev Azərbaycan Respublikasının prezidenti. Necə yazılır? Prezidenti. Yazılır. Yazılır. Və onun içində də, iç hissəsində də təzən onun haqqında bir izahat verilir, məlumat verilir. Düzdür? İndi biz bu izahatı description listdə necə edirik, ona baxırıq. Deməli, birinci açılır, bizə bildirir ki, descriptiondur. Yəni, bir dənə termin olacaq və onun bir dənə də izahı olacaq. Deyil, açıldı. Burada da nə olacaq? Deyil, qalanacaq. Düzdür? Daha sonra iki elementimiz olacaq. Birincisi DT'dir. DT. Yəni, description termin. Termin sözündən götürülür. Yəni, izah olunacaq termindir bu. Terminimiz açırıq, yazırıq ki, İlham Əliyev. Düzdür? Və bağlayırıq. DT bağlandı. Sonra deyirik ki, nə olsun? Onun izahı olsun. Description, detal. Yəni, bura düstur yaza bilərdilər. Nə bilim,
və yaxud da başqa bir şey də yaza bilərdi. Amma fikirləşdilər ki, ancaq formula olmur ki, onun izahı olsun. Yəni termin haqqında, yəni hansı ki termin götürük, onun haqqında detal, hər hansı bir şey onun haqqında bir məlumat. Ona görə detal qoyurlar. Description detail. Aha, nə oldu? Buna detal oldu. Açırıq. Bunu mən yazmışam. Ha, yəni belə bir şey yazmırsınız. Mən sizə izah üçün yazmışam. Yazıram ki, Azərbaycan Respublikasının prezidenti. Və nə edirəm? Bağlayıram. Vəssalam. Burada da onsuz da deyili bağlamışam. Bildiniz necə olur? İndi gəlin bunlara buradan baxaq nümunələr. Deyək ki, oil pick in HTML. Necə? Təxmini bir şeyə baxaq. Görək bundan bizə nə çıxacaq. Baxın belə. Gördünüz. Burada lilər niyə bağlamayıbdı? Sayfalı başqa cür yazın. BG. Bizim istədiyimiz kimi verin. Bu bizim istədiyimiz kimi. Və buna götürək. İndi uşaqlar, bunun bizdə açılışı necə olar sizcə? Necə açılacaq bu siyahı bizdə? Baxın, bu OL-i görürsünüz, düzdür? Bu OL-i gördük. Aytaş, necə olar qızım? Bu OL açılır. Bu OL harda bağlanır? Baxın, burada bağlanır, görürsünüz. Deməli, bura qədər bunlar elementləri olacaq, düzdür? Bu bir nömrəli siyahı olacaq. Bu siyahın içində baxarsınız ki, bir dənə də OL qoyubdu. Gördünüz? Sonra bunu bağlayandan sonra təzədən bir dənə də başlayır. Gəlin bura baxın. Bu resim proqramdan daha kənar qoy. Baxın, belə olacaq. Görürsünüz bunun açılışı. Deyir ki, A tipi ilə versin. Düzdür, sizdə belə A tipi düşmür. Baxın, bir qoyub frontend. Gördünüz? Burada isə nömrələməni A hərfi ilə edib deyə A, HTML, B, CSS, C, Java. Sonra 2-ni başladım. Yeni bir OL açıb. Backend verib. Bax, bu LI. Görürsünüz, front-end bunun indi. Bu OL-in son bağlanışı buradır. Bax, buradır. Bu OL-in birinci elementi kimi front-end verib burada. İkinci elementi kimi backend veribdir. Görürsünüz. Burada yazıb HTML, CSS, Java, Type A-nın. Yenə bunu da göstərib ki, Type A-nın versin elementləri. Node, Python. Gəlib nə olub? AB, Node, Python kimi gətiribdir. Sizdə bu AB-lər olmayacaq, amma bunun içində bir dənə də rəqəmli kimi qoya bilər. Siz bunun bağlanışına baxmalısınız. Daha sadə bir versiyasını tapım sizin üçün. Görürsünüz, doctype, HTML, body bunlar da qoyub. H2 ilə verib ordered list. İndi deyin görüm. Bu kodumuz işlək vəziyyətə düşəndə neçə sətirlik yazırlar uşaqlar? Aytaş, neçə sətir olar? Bu kod işlək vəziyyətə düşəndə. 3 sətir mi? Yox. Zar neçə Dörd. sətir olar? Kim ilə danışam? Mən 4 olur yoxsa? Yusuf, sənsən?
Bəli. 4 sətr olur, bəli. Bax, bir dənəsi bu olacaq. Ordered list in HTML. 3 dənə də bunlar olacaq. 1, 2, 3. Yeni şeydir bu da. Hadi budur. Bax, burada veribdir. Bax. Ordered list in HTML. Bir sətr bu olacaq HQ ölçüsü ilə. Sonra da English, Geography, Science. 4 sətirlik kod oldu. Bu da onun kimidir. Bir başka kodu var, biliyorum burada. Yeni şey verir herhalde. Ha, burada daha böyüktü biraz. Hı hı. Şimdi bu doktaya falan bu heç. Buradan başlayıram. Aha. De görüm. Zar. Neçə sətirlik kod olar burada? Hı? Emin değilim ama. Yaptım sana. Nə fikirləşirsən? Neçə sətr olar? Təxminən. Necə yazdılar bu? Bax, o eldir. Düzdür. 3 İsmail'li. Necə? 3. Yox. Üçünədir. 3. Bax, 10. bu oil açılır. Evet. Burada bağlanır. Düzdürmü? Bax, bu oil açıldı. Burada bağlandı. Bu Tamam. oilin elementləri nə olacaq? Bu Python kimi fikirləşin. Bax, bu li, bir Bağlamışsın. dənə də bu li olacaq. Deməli, nə olacaq? 1 coffee, 2 tay, düzdür? 2 tay nə idi? 2 tea, 3 də milkshake. Düzdür? Bunlar oldu 3 dənə. İndi baxırıq ki, bunların da içində bir oil açıb. Düzdürmü? Oil. Nə olacaq o zaman? Birin içində təzədən 1, 2, düzdürmü? Aha. Bunun içində yenə 1, 2, bunun içində də yenə 1, 2. 6 dənə bunlar oldu. 3 dənə də bunlar oldu. Deməli, neçə dənə oldu? 9 sətirlik kod oldu. Yəqin ki, aşağıda verər yazsın. Yuxarıdakı. Ah, bax. Bir də yuxarıdakı da sayılmır amma. Ay, Nested yuxarıdakı order. hanı? Ha, səhifəni belə qoymuşam. Bir dənə də bu var. Gözümdən qaçıb. Siyahıya baxmışam. Bir dənə də bu 10. Və deyir ki, yazılışı belə olacaq. Nested ordered list, coffee, espresso latte, tea, black tea, green tea, milkshake, mango, banana. Oldu. Çıxarışı belə olacaq. Nə də baxaq, görək. Burada yoxdur, bu səhifədə getdi. 2 saniyə. Gələk bura. Bir başqa kod tapım sizə. Baxaq burada. İndi bu kodun yazılışı Sübhan necə olar? Müəllim, burada demək ulu olduğu üçün bu demək ki, yəni nöqtələrlə veriləcək siyahı. Hı. Birinci sətir budur. Aha. İkincisi demək bu burada açılıb bura qədər gedəcək. Da elə bil ki, bunun elementlərində baxın, bizə sənə deyim. Birinci fruitdur. Sonra Hı. 2 Yaz elə burada. İsim də yazın. sonra bu bağlandı siyahı. Yo, daha doğrusu bunun içində başqası da açılacaq burada. Ay, Bu sağ ol. siyahı da Apple'dır. Bir də orange. Hı. Orange. Onların da işarəsini Sonra qoymuşsa. bunlarda da hər nöqtə olmuş olacaqdı. İndi bunların nöqtəsi necə olacaq bayaq dedim. Bununki qara nöqtə forması İçi olacaq. boş, içi boş. Bu biz içi boş formada olacaq. Yəni ki, belə bir nöqtə olmuş olacaq bunlarda. Hə. Təxminən. Sonra Aha. biraz Sonra böyük oldu nöqtə. Sonra bu Eybi yox, burada eybi yox. bağlanandan sonra belə deyək də başqa bir visible siyahısı olmuş olacaq. Aha. Yəni ki, buradan.
Bunun nöqtəsi içi boş olmalıdır, yoxsa Yox, bax bu fruit'in altında da görsən vegetable. ona görə qara rəngli Qara deyirəm. nöqtə olacaq. Bəli. Sonra bu Vegetable. siyahının da içində yenidən cucumber ilə Litus nədir? Mən ilk dəfə görmüşəm də nəsə. Tərəvəzdir. Bu da biz yeməmişik. Bu nədirsə deyəsən. burada bu Bilmədiyimiz qayda olmuş tərəvəzdir. olacaq. Bu Bilmirəm, tərəvəz burada olacaq. demək 1, 2, 3, 4, 5, 6 dənə 6 siyah sətirli. sətr. Sizə ola bilər Olmuş. göstərər ki, ekranda necə görsənər bu. Aha. Bu C-sizlə yazıb yəqin ki. Aha. Fərqli yazılış formu. Ki, bu bizə lazım deyil. Düz dedin Sübhan. Doğrudur. Bir də Yusif üçün tapaq. Yusifə əksin verəkmi? Yusif onsuz da bunu bilir. Yusifə tərsini verək. Yusifə deyək ki, verək, deyək ki, bunun kodunu yaz. Necə fikirdir Yusif? Fikirdir mən. Başım fikirdir məncə. Deyim, deyil. İkisi olan bir şey axtarıram. Deyəm. Həm oil olsun, həm oil olsun. Aferin. Bunu. Hatta bizim siyahı. Aha bak bu. Bu qismini istəyirəm. Bunu. Bizə kodunu yaz. Görək necə olar. Yusuf. Greeks for Jigs saytı. Məşhur saytı bu adı. Necə kodlaşdırırsan bunu Yusuf? Necə başlayarsan? Yusuf. Necə mən? Bəli. Tamam. Ha. Mən səni eşidirəm. Buyur. Necə yazarsan? Nə yazarsan birinci? Hı? Birinci yuxarı həyətimi yazaram. Hı? Nə yazarsan? Doctype yazarsan da birinci, düzdür. Niyə belə bir şey verirsiniz ki mən? Siz olsa günü verin, mən deyim. Nədir? O birisini başa düşmürsən də istəyirəm qəşəng yazasan. Bunu başa düşməmişəm. Yazaq. Bax, birinci bir web sənəti yaratmaq üçün nə yazmalısan? Niyə gəlmədi burada? Birinci yazmaq üçün nə yazmalısan? Doctype yazmalısan. Niyə yaza bilmədim ki mən? Hə, rəngi ağdır. Hı. Doctype HTML qoyarıq. Sonra HTML tag açarıq. İndi paragraf vermək istəyirəmsə, nə yazmalıyam buna? Bunu harda yazmalıyam? Paragraf başlığında. Elə burada yazaqmı, üstündə yazaqmı bunu? Üstündə yazım ki, rahat olsun. Bu HTML hissəsini bildiniz onsuz da. Bura nə yazaram? Paragraf yazaram da, düzdürmü? Paragraf. Biraz da böyük ölçü istəyirəmsə, nəm H2 falan yazaram da, tamam ki, H2 yazaram. Yazaram ki, H2 olsun. Buna yenə nə açmalıyam? Yenə paragraf açmalıyam, düzdür? Paragraf açdım, bağladım.
Bu yazı olar içində. İndi yenə yazdım. Normal yazımı yazdım formada. Yenə paragraf açım bir dənə. Paragrafımı bağlayayım. İndi bu siyahını yaratmaq üçün bu da 1 2 3 2 1 qoyub da sən fərz et ki, bura 1 2 3 olacaq. 1 2 3-dür. Bu siyahını yaratmaq üçün hansı teqə ehtiyacın var oğlum? Oy. Ay sağ ol. O el teqə açdım. O elə açdım. İndi de görüm, indi nə açmalıyam bu bir HTML yazılsın deyə burada. LE list item. İndi yenə eyni şey burada eləməliyəm də. Nə yazmalıyam? 50 3 dəfə təkrarlayır. LE bir dənə də LE. Sonra öyle bağlayırsınız. İndi o ilə bağlayıram. Afərin. Əla. İndi fərz et ki, bunlar da belədir. Bunlar da belədir. İndi nə etməliyəm? Burada wheel açıram. Nə açıram? Wheel. Amma burada bir dənə yazım da var da. Bunu nə ilə verirəm? Adi paragrafla Bəli, verirəm. paragraf. Bəli. İndi burada nə açıram? UL. Wheel. Sonra nə edirəm? 50 açıp bağlayırıq. LI açıram. LI bağlayıram. Eyni şey 3 dəfə edirəm. Bitdi işim Yusif. Bir də wheel'i bağlayırıq. Yaxşı, indi bitdi işim. Bir də ümumi HTML bağlaması. Ay sağ ol. Sağ ol. Bitdi. Aydındır. Yəni əslində rahat bir şeydir. Sadəcə olaraq ilk dərsinizdə öyrəşməyiniz üçün biraz vaxt lazımdır. Bu da belə. Bunu da sintezləşdirim. İndi diğerine də baxacağıq bu arada. Gələk. Biz listlərimizə də baxaq. HTML deyil, example. Buna da baxaq. Sonra keçəcək cədvələ. Baxaq, görək. Ben gerçek bir DL nümunəsidir. Hypertext, system, hypertext. Gəlin baxaq görək. Bunu yazmaq üçün nə etmək lazımdır? Sağ ol. De görün bu siyahını yaratmaq üçün nə etməliyik? Belə bir siyah yaratmaq üçün. HTML-də. Ne yazarıq birinci? Heç birbaşa siyahdan başla. HTML falan lazım deyil. Hansı tagi qoymalıyıq Zaur? Zaur. Zaur uşaq. Burada mı? O. Hansı tagdən istifadə etməliyik? Description list. Deyildən. Deyili açdım. Sonra nə yazarım Zaur? Ol yazar. Ol. Ne yazarı? Ol. Yox. Bax burada bir dedik nə var uşaqlar? Termin var. Termin. Bir də var onun detalı. Termin nə idi? DT. Detal nə idi? D idi. İndi necə yazarıq Zaur? Hansı tag yazmalıyam Zaur indi mən? Zaur.
Qeyd. DT-ni açdım. DT-ni harda bağlamalıyım? Yaxşı Zaur, onu dedin. Harda bağlayayım? Nədən sonra? Hansı Sonda. sözdən sonra? Nəyin sonunda? Hypertext'in sonunda. Burada yazdım. DT bağladım. İndi yaxşı, DD-ni harda açmalıyam? Hyperlinkdə. Bitəndən sonra. Yox, bax bu iminli. Bax burada, bax bu hissəmizdə. Uşaqlar, ilk dəfə deyil, səhv deməkdən qorxmayın. Desizdə düzəliş edəcəm də. Heç biriniz keçməmisiniz ki. Deməli, nə edirəm? Burada D açıram. Açdım. İndi DD-ni bax bundan ötürü açıram da. Bax bu termin də hypertext. Bu da onun detalıdır. Onun haqqında məlumatdır, yəni informasiyadır. DD-ni onda harda bağlamalıyam? Zaur. Sonda. Nəyin sonunda? Hansı sözdən sonra? Referans. Ay sağ ol. D. Burada oldu. İndi gəldim bura. İndi bura nə yazmalıyam bu hyperlinkin önünə? DT. Ay sağ ol. DT. DT yazdım. Harda bağlamalıyam DT-ni? Burada da bax hyperlinkin sonunda. DT bağladım. İndi nə açmalıyam burada? DD. DD. Harda bağlamalıyam? Another item. DD. Bitti işim Zar. Deyil qaldı bir də. Sonra. Bəli. Deyili bağlamalıyam. Vəssalam. Bu qədər. Bitti. Bildik. Bu da belə. İndi gəlirik cədvəl hissəsinə. Bunlar nə idi uşaqlar? Bunlar siyahılar idi baxdıqlarımız. Gəlir indi cədvəlin yaranmasına. Cədvəl table adlanır. Table tagi ilə yaranır. İki cür table tagi ilə yaranış ola bilər. Table tagini açırsan, table tagi ilə bağlayırsan. Bu cədvəl forması sadə cədvəldir. Elə bil ki, hansısa belə bir cədvəl yazıram. Tamam ki, ad, soyad, yaş, Zaur, Yusif, Aytaç, soyadlarınız, nə bilim, yaşınız tutalım ki, 17, 17, belki də 16 yaşınız, bilmirəm, nəsə. Belə. Bunun bir cədvəldir, amma bunun bir xəttləri yoxdur. Görürsünüz uşaqlar. Bir də var ki, mən belə yazam. Açıram, yazıram table. Bax, tagimiz uşaqlar table'dır. Gələn dərs o taglə atributu daha yaxşı dərindən izah edəcəm sizə. Bu table'dır elə. İndi bu table sadə formasıdır. Buna bir atribut versəm, məsələn, burada border mənə atribut olacaqdır. Border. Atribut deyirəm ki, border 1. Yəni bu bir qalınlığında, bir piksel qalınlığında buna sərhəd versin istəyirəm. Bu olacaq nə? Bu təqdir, bu olacaq atribut. Bu olacaq onun atributu. Aydındır. Bu tag olacaq, bu onun atributu olacaq. Mən belə versəm, bunun bağlanışı da sadə table'dır bu arada. Yəni, təbii border falan yazmışsınız. Bağlanışı normal table'dır. Mənim bu cədvəlim belə olacaq. Başa düşdünüz? Burada bir yerinə 3-5 yazmanın bir fərqi yoxdur. Bu qalınlığa təsir edir o piksel sayına. Bir fərqi yoxdur. Bu da belə olacaq. İndi deyin görün, biz yazı yazanda, məsələn, bizə boş bir cədvəl verirlər. Şirkətdəki işçilər haqqında məlumatlar doldurmalısınız. Bir blankdır. Tamam, düzdür. Hər hansı bir blankdır. Bunu sətr bə sətr yazasınız, uşaqlar, sütun və sütun yazasınız yoxsa.
Məsələn, hamının adı var, soyadı var, yaşı var, tam ki, təcrübəsi var, təcrübə ili və yaxud da ixtisası var, məsəl üçün. Siz bunu sətr bə sətr yazacaqsınız, yoxsa sütun bə sütun? Hə? Aytac. Uşaqlar, sual verin, necə cavab vermirsiniz? Mən aktiv olaq biraz dərsdə. Necə Sütun yazarsınız? sütun. Sütunla da. Sütunla doldurarsan, gedib hamının bir adını soruşarsan, Sübhan. Sonra gedib hamının bir soyadını soruşarsan, təzədən başdan. Yaşın yoxsa məsəl üçün gərəsən Aytacdan başlayarsan, Aytacla haqqında hamısının informasiyanı doldurub, sonra gedib Əliyə keçərsən, məsəl üçün. Hə, başa düşdüm. Onda sətirlə olacaq. Bəli, sətr bə sətr doldururuq yazını. Dəftərdə də yazı yazanda, kitab oxuyanda sətirlərdən oxuyuruq. Düzdürmü? Sətr bə sətr oxuyuruq da kitab oxuyanda. Doğrudur. Yəni sətirlə gedirik. Ona görə də bizim cədvəlimiz belə olur. Belə deyək, cədvəlin yaranışı necə olur? Birincisi tanış olaq. Deməli, bu nə idi? Table idi. Bu tegi bildik ki, cədvəl açmaq üçün yazmalıyıq ki, hardan haracan cədvəl olduğunu bilsin. Birincisi oldu table tipi. İkincisi olacaq TH tipi. TH nədir? Cədvəlin başı. İyidir. Başlığı. TH ilə yazılanlar avtomatik qara olur. Boldla yazılır. TH yazmısınız da. Yəni bold verməyəsə ehtiyac yoxdur. Mərkəzi düzləndirilmiş olur bir də. Olur. Yəni kontrol Y olur avtomatik. Mərkəzdə verilir. Bu belə. TH. İndi yazaq. İkinci olur TR tegimiz. Bu da olur table row. Yəni cədvəlin nəyi uşaqlar? Sətri. Cədvəl sətri açmaq üçündür. Aydındır. Bir də bizim bir tegimiz var. TD. Bu da table data deməkdir. Bu da sadə xanaları doldurmaq üçündür. Yəni başlıq olmayan xanalar üçündür. İndi gəlin, baxaq görək bayaq ki, o ad, soyad falan filan olan cədvəli necə qurarıq? Deyirik ki, table. Açıldı table. Table border 1. Yazdık. İndi birinci sətr yaratmalıyıq. Düzdürmü? Yeni sətr açsın. TR-ni açdım. Yazıram. TH. Table header. Olsun ad. Bağlayıram. Sonra deyirəm bir dənə də table header. Soyad. Bir dənə də table header açıram. Məsəl üçün yaş. Üç sütunlu edirəm. Məsələn, ad, soyad, yaşdır. İndi nəyə bağlamalıyam? Bu sətrin bitdiyini başa düşməlidir də. TR-ni bağlayıram. Gördünüz. Sonra bir dənə də açıram. TR. Yazıram ki, yeni sətr açdım. Artıq bu başlıq deyil də. Başlıqlarımı vermişim. KD. KD yazdım. Aytac. KD-ni bağladım. Aytac soyadın nədir? Dadaşova. Necə? Dadaşova. Ha, Dadaşova. KD-ni bağladım. Neçə yaşın var Aytac? 16. 16. TD-ni bağlayıram. İndi nəyə bağlayıram? TR-ni bağlayıram. Bu sətir də bitdi. Eyni şeyi digərlər üçün də eləyirsən neçə nəfər varsa və sonunda nəyə bağlayırsan? Table-ı. Artıq mənim cədvəlim hazırdır. Bugünkü dərs üçün bunları bilməyimiz bizim kifayət edir. Gəlin topluya baxaq. Görək nə dərəcədə mənimsədik mövzunu.
Başlayaq. Zar başla. Birinci sualın cavabı nə 3 olar? mən. Bəli, 3 sətir. 2. Yusif qonaqları öndən buyurur. Bir Edirik. dəqiqə mən açım şey. Mhm. Yaxşı, ona qədər spam bax, zəhmət olmasa. Burada müəllim nömrələnmiş siyahı deyilsə, onda biz birinciyə ol qoymalıyıq. 1-ə 1 gedəcək. Mhm. Təyin etmə siyahısı C-dir da onda DL. Mhm. Bir də Düzdür. işarələnmiş deyilsə U olmalıdır. Y Bəli, bəndi. Cavab oldu A. düzdür. Keçdik 3-ə. 3-ə. Atəş bax. Dear HTML dilində yazılmış sənədin Səhifə neçədir? adlı web səhifədir. Web səhifə düzdür. 4-ə Yusif bax. Açıldı Yusif. Səhifə neçədir mən? Səhifə 159 PDF-lə, kitabla bilmirəm neçədir. Kitabla baxım istəsən. 161 kitab. Mhm. Web səhifə 4-ə də bax Aytaç. Bir web şəbəkə mətni necə görünəcək? Demək, qalın hərflə 279 saylı məktəbin altından xətt çəkiləcək. C variantı olacaq. Bəli. 279 burada başlayır. Bold burada bitir. Bura bold olacaq. Bu hissə. Burada heç nə yoxdur. Sadə paragrafdır. Burada isə underline məktəbin altından xətt olacaq. Aha. 5-də. Hansı bənddə atributlar qeyd olunub? Bunu keçməmisiniz siz. Ona görə də deyim. Baxın body tagli baxan kimi getdi. Yenə body görürəm burada. Burada nə görürəm? Search clean text title var. Burada da table var. Search text link alıcı. 6. Bunu gələn dərs keçəcək sizlə atributlarla taglər. 6-da. Kimin növbəsidir? Yusif Mən. açdın. Bəli. Bax 6-ya. 6-da A-dır. Nizamlanmış, bəli, adı. 7-yə zar bax. Web browserinin başlıcası olanda web səhifənin adının əks olması hansı tekst istifadə edilir? Bu hissə bax dediyi bayaq burada yazılış üçün. Başlıq zolağında. Hansıydı? Hı? Yadını sal. Title idi. Title. Title Y Title. variant. Y variant title. 8-ə bax. Zar. HTML kod fraqmentinə əsasən web səhifədə əks olanda siyahı neçə sətirdən ibarətdir? 4. Bəli, 4. 9 süpan. Burada demək qrafik sözü bold tipindədir. Ona görə qalın olmalıdır. O da bir dənə B bəndindədir. Düzdür. 10. Aytaç. Burada siyahı neçə sətirdən ibarət olunacaq? Nömrələnmiş siyahı 3 olacaq. Aha, nömrələnmiş istəyirsə 3 olacaq. Düzdür. 11. Yusif. HTML koduna əsasən web browser açıcı olacaq nömrələnmiş siyahının birinci elementi hansı olacaq? Tət B variantı. Düzdür. 12. Kimdə sıra? Zar. Doğru fikirlər istəyir. A variantı mən. Bəli, nömrələnmiş siyahıdır.
və sonuncu element, sonuncudur. Sonuncu hə Madriddə də bu düzdür. Qalın yaz. 13-ə keçək. 13. Kimdəydi sıra? Sübhanda. Məncə. 13-də məndim. A bəndini hər iki saxlayıram. B bəndində üfüqi xətt çəkmək üçün horizontal bu düzdür. HTML sənədi alt səviyyəli bu da düzdür. H1-dən H6-ya kimi H1 ən böyüyüdür. Cədvəl səthində TLT vasitəsilə yaranır. Bu da düzdür. İstinad yaratmaq üçün bunun əmin Düzdür. deyil bu istinad. Düzdür. AT-dir. A Gələn bəndi dərsdə o. oldu. Cavab Bəli. onda A bəndi. Bəli, biz dedik ki, HTML-də body-də görsənir də web səhifə. Web səhifə məzmun, yəni web səhifənin özü body-də görsənir. Onun haqqında informasiyalar head-də görsənir. 14. Kimdədir sıra? Aytaçdayız. Düzdür. Həm qalın olacaq, həm altına xətt çəkəcək. Rayonda qalın olacaq. B variantı. Juventus, rayon düzdür. 15. 15-də Hamısı sıxsın. HTML kod fraqmentini sən veb səhifədə ləks olacaq. Aha. Bir dəqiqə. Necə yazılacaq bu? Birinci tarixli canlı efir olunur. Sonra 16.1936-cı il Altında necə? Necə yazılacaq? Dümdüz altında yoxsa içərisində? ortasında, orta 2. Aha. Sonra virusu ilk dəfə səslənib. O da 1970-ci il, yəni içində. İçərisində. Baxaq görək. A bəndində tərsinədir. Rəqəmlər sonra odur. Yox. B-də alt-altadır. Hansındadır düzgün cavab? D. Yox. C-də də deyil. C-də yanaşı D. yazır. Hə, Deyəməm, D. D-dədir. Bəli, D-dədir. Yazıb, sonrası içərisinə daxil. 16-nı keçməmsiz qalsın. 17. Kimdədir sıra? Deyil. Zahir səndədir sıra. Qəsəm mən dedim. 17-də başla. Y variantı tapdım. Hə. Nömrələmə siyahı o ildi, o da Y-dədir, düzdür. 18-də. Hə, 18 mənim növbəm idi. Deyim mənim. Bəli, buyur. 18-də demək bizə deyir ki, web səhifə aşağıdakı zərbənin alınması üçün HTML-də yazılmış kod fraqmentində nöqtənin yerinə yazılmalı olan tagi seçin. Demək mənim burada bunu almaq üçün hər halda bir TR yazılmalıdır. Demək B bəndində yoxdur, C bəndində yoxdur, Y bəndində yoxdur. Bir də A bəndi olmuş olacaq da. Bura nədir? Qalın olan TH-dır, bəli. Bəli, TH ona görə. Bunları da vermək üçün TD lazımdır. 19. Kimdədir sıra? 9-da deyir, web səhifədə nə əks olunacaq? A variantı olur da. Bəli, o ildi, o da yalnız A-da da belə görürəm ki. Hı. 20. Yusif. 20 HTML yazılmış kod nəsə veb səhifəsi hansı gələcək sunacaq. Tag orada bir. Neçə sətr var orada Yusif? 4-ün 4-dədir bu. C oldu. Bəli, bəli. 4-ün 4-dədir. 4 dənə baxırsınız ki, uşaqlar baxın. 1, 2, 3, 4 dənə sətr var. 1, 2, 3, 4 dənə də sütun var. 21. Zar bax. 21 C variantı mı? Nişanlanmış siyah hansıydı? Altdan xətt çəkilmişdi. Yox, Yox, səhv deyirəm. nişanlanmış siyahı Yusif. nəyə deyilirdi Zar?
Hansı nişanlanmış siyahı? O. Necə? Burada deyir ki, nişanlanmış siyah haqqında. Nişanlanmış siyahı. Nişanlanmış siyahı hansıdır? Oldu mu? Oradaki birinci. Ol Evet. buradır. Ul. Ul, hə, anordur. Anadolu'nun da birincisi budur, düzdür. Aha. 22. Kimdədir sırası? 22-də məndə. Müəllim burada deyir ki, şəkildə göstərilir elə bil ki, belə deyək, HTML səhifəsini yaratmaq üçün A, B, C-nin yerinə uyğun olaraq nə yazılmalıdır? Burada baxıram ki, Bakı 2023 həmin saytın bu hissəsindədir. Burada title'dır. Demək B-yə gedəcək title, yəni başlıq. Hı hı. Ondan sonra e, A-ya indi baxım. A-ya gedəcək demək. Əslində mənim belə götürəndə title ilə bir dənə qeybəndən deyən cavab Y-dir. Onunla Bu da da var, götürürəm. titul. Yox, axı sıra ilə gələndə B Hə, ikincidir. B-ni istəyir, düzdür. Amma indi baxanda burada bax nətər yazılıb? Description, ay Allah, dilim dolaşır. Description. Aha, ona görə. Değer listidir, belə deyəcəm. Değer listidir, görürsünüz ki. Bunu da yaratmaq üçün nəyə ehtiyac var? De, D-yə ehtiyac var. bir də DT. Yəni DT-yə də description ehtiyac var. term. DD-yə də hətta ehtiyac var. DD-ni Ha, özləri verib DD-ni burada. veribdir, bəli. DD-ni veribdir. Burada da DT ilə, D ilə DT-ni işləyir. Bəli. 23. 23-də deyir HTML dilində yazım fraqmenti əsasən yanlış fikirləri müəyyən edin. Bir də deyir siyahının Rahim adlı elementi nömrələnmiş formadadır. Bu Rahim nişanlanmışdı, səhvdir bu. Biri götürəcəyik. İkidə deyir Bəli. nömrələnmiş siyahılarda cəmi 4 element var. Nömrələnmişdə 2, 2, 4-dür, düzdür bu. Bunu götürməyəcəyik. Üçdə deyir siyahının tutu və səməd elementi nömrələnmiş formadadır. Tutu, səməd düzdür bu. Bunu götürməyəcəyik. Dörddə deyir Tutu burada da nömrələnmişdi. Səmət hardadır? Səmət də burada yenə nömrələnmişdi. Düzdür? Dörddə deyir nişanlanmış siyahılarda cəmi 4 element var. 4, 2, 4, 6 5. 5 deyib axı. səhvdir deyirəm də yəni. Aha. Yox, Götürəcəyik. 5 yazdığını deyirəm. 5 element yazıb. Aha. Yenə də səhvdir, düzdür, amma Yəni 5 6 yazıb. element. Bəli, 6-dır. Bu da səhv Beşdə oldu. bir Fatimə və Fidan adlı elementlər nişanlanmış formada eyni siyahıdadır. Fidan, Fatimə ayrı siyahıdadırlar. Elə bu da səhvdir. Bunu götürəcəyik. Bəli. 1, 4, 5. Düzdür qızım. Keçdik. Hara? 24-də Yusif. 24-də burada deyir ki, nə elementdən ibarət olacaq. Birinci OL-də 2 dənə OL olacaq, bir də OL olan 2 dənə. Hı. Düzdür. 25. Zaur. 4 mən B variant. Nişanlanmış da nə variantıdır? B 4. Düzdür. 26. 26-da burada deyir ki, nömrələnmiş siyahı bu ul nişanlanmışdır. Bunu çıxıram. Birinci elementi buradakı monitordur. Cavab B Düzdür. bəli. Düzdür. 27. Şimdi sıra. Aytaç. Fikirlərdən hansı doğrudur? Nömrələnmiş siyahıdır və birinci elementi qalın şriflə yazılıb. Elə bu düzdür. Düzdür. 28. Hı hı. Kimdədir sıra? Mən Buyur. işləmə kodu və proqresi olarkən nişanlanmış siyahının birinci elementi haqqında fikirlər hansı doğrudur? Birinci elementi OL-dir. Hansıdır nişanlanmış siyahının birinci elementi? Nişanlanmış. Word. Nə? Word.
Yox, nişanlanmış siyahı. Nizamlı demir ha, nişanlı, yəni Ha, işarəli. Pascal. Pascal. Pascal haqqında nə doğrudur? Bir dakika. D variantı. Bəli, altından xətt çəkilib və kursivləndir, italikdir. Aha. 29. Kimdəydi sıra? Zarda. Daha sifət buradan nömrələmək istəyir. Olan. Aha, burada da sifəti düzdür. Bu necə yazılacaq sifət zar? Necə? Bu sifət necə yazılacaq burada? Necə yəni necə yazılır? Yəni burada onu verməyib. Bir sualda mən soruşuram. Yəni sifətə başqa nə deyib? Sifət necə yazılacaq ekranda yazılanda? Hə, sifət kursivlə yazılır buradan. Bəli, kursivlə yazılacaq. 30. 30 kimdədir sıra? 30-da məndə. 30-da demək, yenə bayaqdan oxşuyur. Dövlət İmtahan Mərkəzi burada görürük ki, Hı. saytın yuxarı hissəsində, yəni titeldir. Ona görə birinciyə getdi titel. İndi ikinciyə baxırıq. İkinci də burada baxıram ki, head bağlanıbdır, giriş hissə. Ona görə bu ikiyə biz verməliyik body. Düzdür. Üstdə də mövzu sözü qalın şriftlə yazıldı, yəni burada. Buna da verməliyik bold. Yox, Yox, saçdım. yox. Bu Üç ayrı tek. onunla aid değildi. Bu informatika ve informasyaya aid idi. Burada nömrələnmiş olduğu için biz bol Bax, verməliyik. bunun eliyisi var, bax. El-idi, yəni bir siyahı yaradıb. No. Bəli. List Ona görə itemda. title, body və o C bəndi. El-i, uşaqlar, el-i. List item deməkdir. List item, yəni listin elementi deməkdir mənası. Siz list item sözünü görürsə, deməli bunun ya o eli, ya o el olmalıdır əvvəlində, ya o el olmalıdır. Belə. Mhm. Otuz bir. Kimlərdə sıra? Məndədir. Buyur. Bir yanlış fikirləri müəyyən edin. Nömrələnmiş siyahıda yerləşib. Bu səhvdir. Nişanlanmışdı. Bir götürəcəyik. Elə deyil, Düzdür. nömrələnmiş siyahılarda cəmi 4 element var. Nömrələnmişdə 2, 3. Düzdür, bunu götürməyəcəyik. 3-də deyir, eyni nömrələnmiş siyahıda yerləşir. Bu səhvdir. Bunu da götürəcəyik. 1, 3. 4-də deyir, nişanlanmış siyahılardakı ümumi element sayı 5-dir. Nişanlanmış 3, 2, 5. Bu da düzdür. Bir də eyni nişanlanmış siyahıda yerləşir. Bu da düzdür. 1, 3 olacaq. 32. İşleme korkundan əsasında olan fikirlər seçin. Bir də cədvəl 10 çıxandan ibarətdir. Bir 10 çıxanı. Neçə xanadır? 12-dir. 12. Bəli. Çünki saydın ki 1, 2, 3, 4 dənə TR var, 3 dənə də TH var. 4 vur 3, 12. Bu düz oldu. Sonra 2-də cədvəl məzmunundan təşkil ən aşağı qiymət 14 manatdır. Səhvdir. Səhvdir. Niyə səhvdir? Ən aşağı 12.000-dir. Ay sağ ol. 12.000 deyil ama hə. Çünki bu qiymət ikinci sütundur. İkinci sütunun da altında 2'lər olacaq da. 11.000, 12.000, 14.000 olacaq. Bir yanlış oldu. Sətirlərin Sonra sayı 3-ə bərabərdir. Xeyr, sütunlar sayı 3-dür. bu da düzdür. 4. Dərəcədən məzmunundan təşkil ən aşağı qiymət 11.000-dir. Bəli. Nə oldu? 1, 4, 5. Qəşəng. 33. Kimdədir? Sıra zarda. 33 mən D variantı.
33. Birinci o elimiz gəlir. Düzdürmü? O el. Aha. Sonra Azərbaycan, Rus. Sonra onun içində bir dənə də o el gəldi. Bax bu el bağlanmamış. Görsən bir dənə də o el gəlir. Deməli bax bu o eldirsə burada nə olacaq? 1. Düzdürmü? Bunun içində başqa bir o el açıbsa bu da 1 olacaq. Təzə o el açılmıyor. Düzdürmü? Bu da 2 olacaq. Doğrudur. İndi bax bu o el bağlandı. Bu o el bunun o el olacaq da. Çünki mötərizə kimi fikirləşin elə bil ki, birinci bu mötərizəni bağlamalısan ki, sonra bu mötərizəni bağlayasan da, düzdürmü? Belə fikirləşin. Ona görə bu olacaq 2 fən. Yenə bu olacaq 1, 2 fişə bağlanacaq. Hansıdır? C variantı dedim mən. Ən uyğun Bir gələn. variant. Düzdür. 34. 34-də. Demək müəllim, burada birinci baxıram ki, mənə UL yazıbdır. UL o deməkdir ki, bu nişanlanmış siyahıdır. A bəndi gedir, C bəndi gedir. Birinci nömrələnmiş olduğu üçün. İndi ondan sonra baxıram ki, Azərbaycan və Türkiyə demək. Y bəndi mənim birinci Pakistandan Gürcüstan gəlməməli idi. Bu da səhvdir. Azərbaycan Türkiyə gəldikdən sonra B bəndi ona görə səhvdir ki, burada baxın 1, 2 kimi nömrəliyibdir. Amma burada o el yazısı olmadığı üçün bu da səhvdir. O el olduğu üçün hər biri nöqtə ilə olmalıdır. Cavab D bəndi. Bəli, bu görürsüz uşaqlar, burada Azərbaycan, Türkiyə yazıbdır, düzdür? Türkiyədən sonra o el açdığı üçün bax bu hissə Türkiyənin içində keçir əslində söhbət. Türkiyənin içində, yəni bu budur da, Türkiyənin içində bir dənə də siyahı açır. Gördünüz? Bu da daxili siyahı olduğuna görə baxın işarəsi gördünüz nöqtə olur, ortası boşluqla olan nöqtə olur. 35. Kimdədir sıra? Məndə də. Buyur 35-də qızım. Hüseyn rəqəmli olacaq, rəqəm nömrələnmiş olacaq. Çünki o el gedir qarşısındakı Eltac, Zəhra, Aytac, Əli bu dördü şey olacaq, nişanlanmış. Ne bu? Yusuf da o da nömrələnmiş olacaq. A variantı olur da. Və bir dənə nömrələnmiş Hüseyn bir A'dadır. Deməli, o yıl o açıldı, o yıl açıldı. O elin içində Hüseyin oldu. Aha. Sonra bir dənə də o yıl açıldı. Aha. Eltac, Zəhra. O yıl bağlandı. Eltac, Zəhra. O yıl bağlandı burada. Sonra bir dənə də oldu Aytac, Əli. O yıl. Sonra bir dənə də oldu Yusif Oyel. Aha. Deməli, bu el bağlanana görə bu da 1 olacaq. Hansını dedin qızım sən? A bənd dedin. Qızım. A dedim mən bəli. A dedin sən də, hə, düz demirsən. Mhm. 36. Yusifdədir sıra. HTML kodunu açsam web səhifəsini alma görüntüləyin. HTML kodu Mhm. Salda səhv var bu arada mənə görə. səhv var. Niyə? Bunu bax, bura variantlara baxmadan yaz görüm necə olar. Variantına baxmayanda birinci UL var orada nöqtə Eltac nöqtə Zəhra olacaq. Sonra UL bir Aytac, sonra 2 Əli olacaq. Sonra nöqtə Qiyas, nöqtə Fərid, bir də 3 Yusuf olur. Yoxsa Tezdən uyul açır, nöqtə, qiyas. Aha. Sonra nə? şey olacaq.
Qiyas nöqtə Fərid. Aha. Sonra bax OL açır. OL-i burada açır. Burada bağlayırsa belə olmalı da. 1 Yusuf 2 İman olmalı da. Elə bil C2 mi də, amma burada elə bil 2-ni unudublar. Belə. 37. Zar. Mətn veb səhifəsində qalın formada əks olmasını təmin edən textdir. Bu 3-ə gedir müəllim. Hı. Mətnin veb səhifəsinin kursiv əyri formada əks olmasını təmin edir textdir. Bu 1-ə gedir. Hı. Veb səhifədə mətni yeni sətirdən yazmasını təmin edən textdir. Heç biri. Heç biri. Mətnin Hı. veb səhifədə 6 xəttli formada əks olmasını təmin edən textdir. Bu D variantıdır avtomatik. Veb Hı. səhifədə ayrıca üfüqi xətt çəkmək üçün istifadə olunan textdir. Ayrıca bu Da da heç yoxdur. birinə getmir. Aşırdı amma heç birinə getmir. 38. 38-lə. Burada birinci paragrafdır. Bu abzası təyin etmək üçündür. 1-ə gedəcək A. İkincidə strong bold kimi qalın yazmaq üçündür. Bu da B bəndidir. Hı. U hərfi də underline'dır. Altdan xətt, bu da C bəndidir. 1A, 2B, 3C. Bəli. 39. 39-a nömrələnmiş siyahı B variantı olacaq. Nişanlanmış siyahı D, cədvəlin sətri A variantı. Düzdür. 40-da. Hı. Kimdə? 40 Yusif. Necə Yusif. müəllim? Aha. Hə, 40. 40-da uyğunluğu müəyyən eləyin. Bir də bir A gedir. Hı hı. 2-yə B gedir. Hı hı. 3-ə D gedir. Şöyle getir. Düzdür. Doğrudur. Belə, bu birisini isə gələn dəfə işləyəcəyik. Çünki burada keçmədiklərimiz bölmələr var. Onları da gələn dəfə işləyəcəyik. Məncə normal başa düşdünüz, amma yenə də anlamadığınız, başa düşmədiyiniz nəsə varsa bir də izah edə bilərəm. Uşaqlar, nəsə sualınız var? Var nəsə sualınız uşaqlar? Yoxdur. Başa düşdünüz tam.